Demək, dedik ki, Elgün, ilk yaranan quru parça nə idi? Lavrasiya. Pangeya. İlk yaranan quru Pangeya Pangeya, idi. bəli. Aha. Pangeya hansı erada iki yerə parçalandı? Mezozoyda. Pangeya iki yerə parçalandı. Lavrasiya ilə Gondovani. Nə zaman idi? Paleozoyda. Paleozoyda, bəli. Aha. Bəs nə zaman materiklərə parçalandı? Müasir Materiklər materiklərə parçalandı. Mezozoyda da məndə. Ayso, Mezozoyda müasir materiklərə parçalandı. Düzdür. Deməli, Lavrasiya ilk öncə yaranmışdı, yoxsa Gondovani? Lavrasiya. Ayso, Lavrasiya hansı materiklər daxil idi? Şimali Amerika, Avrasiya. Ayso, Şimali Amerikanın Avrasiyanın şimal materikləri, düzdür. Bəli. Bu hissədə, bax, burada göstərirəm. Bax, bura haradır? Ərəbistan. Ərəbistan. Aha, bəs bura Bəli. haradır? Hindistan. Aha. Ərəbistanla Hindistan əvvəllər hara daxil idi, sonra hara ilə birləşdi? Əvvəl Gondvanaya aid idi, sonra Ayso, parçalanaraq Lavrasiya birləşdi. litosfer yox, parçalanma yox. Litosfer tavalarının hərəkəti nəticəsində Bəli. Ninələr Lavrasiyanın tərkib hissəsi oldu. Nə zaman olmuşdu bu hadisə? Mezozoyda. Aha, Mezozoyun sonu, Kaynozoyun əvvəlində Əvvəli, deyəcəksən bəli. ki, bəli, Ərəbistan və Hindistan parçaları Avrasiya materikinə birləşdi, düzdür. Demək, biz dedik ki, materik anlayışı nə idi? Məsələn, yer qabığı deyirdik ki, yerin e, təbəqələri vardı da, yerin daxili quruluşunu təşkil edirdi. Nüvə, mantia, yer qabığı, düzdür. Bəs yer qabığı Bəli. qalınlığı nə qədər olurdu? Yer qabığının qalınlığı 1,90 kilometr. ISO 1 və 90 kilometr düzdür. Yer qabığı neçə yerə bölünürdü? Yer qabağı 3 yerə bölündü. Təbə Çökmə qat, qranit, Yox, bazalt. təbəqələrini soruşmuram. Məsələn, təbəqələr desəm yer qabığının təbəqələrini demirəm. Yer qabığı Hı. iki yerə bölünürdü. Bəli, materik tipli, bir də ki okean. ISO materik tipli, okean tipli düzdür. Materik tipli yer qabığında hansı təbəqələr olurdu? Çökmə qat, qranit, bazalt. Aha, düzdür. Okean yer qabığında bəs? Çökmə qat, bir də ki bazalt olurdu. Qranit Düzdür. olmurdu. ISO niyə qranit olmurdu? Çünki orada nə var idi? Nə yox idi, düz desəm. Çökməz E, xurqatı az idi. yox, az idi, bəli. Məsələn, olmaması, bəli az olması idi. Düzdür. Deməli, qitə necə bir anlayış idi demişdik? Qitə, Hı -hı. Tarixi və siyasi bir anlayış idi. Düzdür. bəli. Materiklər deyəndə nə başa düşdün? Materik nədir? Bax görsən, deyəcəksən ki, hər tərəfi su Su ilə ilə aha, əhatə olunmuş quru parçası da. aha, qranit qatına malik olan, bəli, nəhəng quru parçasına materiklər deyilir. Düzdür. Ən Bəli. böyük materiklərimiz hansılardır? Avrasiya, Afrika, Cənubi Amerika, Şimali Amerika və Avstraliya. Avstraliya, bir də Antarktida. Düzdür. Bəli, Sahəsinə Antarktida. görə ən böyük materik Avrasiya. Avrasiya. Sahəsi nə qədər idi? Aha, 54,3 54 milyon milyon kvadrat kvadrat kilometr. kilometr idi. Ay, sağ ol. Bəs dedik ki, qitə də bilirdin də, adalarla birlikdə qrup parçasına qitə deyilirdi. Bəli. Avrasiya materiki neçə qitəyə bölünürdü? İki qitəyə Aha, hansıydı? Asiya və Avropa. Avropa və Asiya qitəsi, düzdür. Avropa qitəsinin sahəsi nə qədər idi? Ee, 10,5 milyon. 10 tam, bəli, Aha, bəs Asiyanın sahəsi? 44 milyon kvadrat 44 kilometr. milyon kvadrat kilometrdə əhsən, düzdür. Burada Avrasiya materikini mən öyrətmişdim də sənə. Ekvator deyirdi ki, bu orta hissədən bölürdü. Düzdür, ekvator. Bəli, Ən uzun paralel idi. Ekvator paralel deməkdir. Greenwichdə, yəni ekvator bölürdü nəyə? Şimal və cənuba. Yuxarı hissə şimal, aşağı Şimal hissə və cənub. Cənub, bəli. Aha. Greenwich meridianı isə bölürdü, o da sıfırıncı idi. Londondan hesablanırdı. O da şərqdən qərbə bölündü. Bu hissə şərq, bu hissə qərb idi. İndi mənə də görüm. Avrasiya materiki neçə yarımkürədə yerləşir? Şimalda yerləşir, bir də ki Aha. qərb, həm qərb, həm də ki şərqdə. Aha, Avrasiya materiki bəli. Əgər adaları ilə birlikdə desək,
Ə, həm cənubda yerləşir, həm şimalda, Ay sağ ol, həm düzdür. şərq, Adaları həm bax qərb. hə. Bax burada görsən ekvator kəsib. Bax bu qırmızı ilə göstərilən onun Bəli, adalarıdır. Bu hissədə var. Bu adalarda biz deyirik ki, böyük zond adaları, zondalar hesab olunurdu. Əgər Filippin daxil olarsa, Malay arxipelaqı, yəni arxipelaq adalar qrupu deməkdir. Düzdür. Avrasiya materikini deyəcəksən ki, e, özü əslində 3 yarımkürədə yerləşir, amma adaları ilə birlikdə 4 yarımkürədə yerləşir. Çünki bəli. adlarını ekvator kəsir. Yəni ekvator kəsinə görə həm şimalda, həm cənubda, həm şərqdə, həm də qərbdə yerləşir. Düzdür. Aha, Avrasiya materiki bəs neçə işıqlanma qurşağında yerləşir? Bu neçə yarımkürəni dedik, 4 yarımkürədir. Bəs neçə işıqlanma qurşağında yerləşir? Məsəl üçün, işıqlanma qurşaqları nə deməkdir? Qoy sənə izahım verim də. Burada tam göstərilməyib, yaxşı. Demək, burada biz baxırıq ki, buranı nə kəsib? Burada görsən rəqəm 0 yazılıb. 0. Bəli. Aha, nə kəsib buranı? Demək, 0-dırsa ekvatordur. Ekvator. Aha, ekvator kəsib sıfırdır. Ekvatordan yuxarı hissə var. Bax bu xətti görürsən, ekvatordan yuxarı, sıfırdan yuxarıda bir dənə xətt var. Bəli. Aha, o xəttə tropiki bildirir. Bax, bu xətt tropik xəttidir. Yaxşı? Yəni Aha. sıfırdan 30-a kimi tropikdir. 30-dan da 60-a mülayimdir. 60-dan da 90-a qütübdür. İndi bax burada biz baxanda görəcəyik ki, bu, yəni ki, Avrasiya materiki deyəcəksən ki, şimal tropikdə, şimal mülayimdə, bir də şimal qütb dairəsində yerləşir. Yəni çünki bunu kəsir də burada. Məsələn, tropik xətti kəsir, şimal tropik, sonra mülayimdə yerləşir, bir də qütb işıqlanma qurşağında yerləşir, qeyd ediləcək. Bundan sonra biz dedik ki, Avrasiya materikinin neçə ucqar nöqtəsi var? Yəni hər bir materikin neçə ucqar nöqtəsi var ümumiyyətlə? 4. Aha, bəs hansı materikin yalnız bir ucqar nöqtəsi var? Avstraliya. Antarktida. 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 Bəli. Antarktidanın yalnız bir ucqar nöqtəsi var, o da şifrə burnudur. Aha. Şimalda bir ucqar nöqtəsi var. Düzdür. Sonra dedik ki, Avrasiya haqqında danışdıq ki, 4 yarımkürədə yerləşir adları ilə birlikdə, amma tək olaraq da isə 3 yarımkürədədir. İşıqlanma qurşaqları da deyəcək ki, şimal tropik, şimal mülayim, bir də şimal qütb işıqlanma qurşağında yerləşir. Düzdür. Başqa deyəcək ki, Avrasiyanın ucqar nöqtələri var. Hansı ucqar nöqtələridir? Sadla. Çelyuskin, Dejinov, PI, bir də ki, Roka. Deməli, deyirsən ki, Çelyuski burnu hansı yarımada yerləşir? Şimal ucqar nöqtəsində Çelyuski, düzdür? Bəli. Hansı yarımada yerləşir? E, Taymır yarımadasında. bəli. Tamam. Aha, Çelyuski burnu hansı ölkəyə məxsusdur bəs? Rusiyaya. Rusiyaya məxsusdur. Bəli, Çelyuski burnu Rusiyaya məxsusdur. Taymır yarımadasında yerləşir, düzdür. Hansı yarımkürədə yerləşir? Şimal, Şimal, şərq. şimal şərq. Bəli. Ay, sağ ol. Bəs Dejinyev burnu hansı O yarımada da yerləşir? Rusiyaya aiddir. Skot. Skot Skot, yarım. bəli, yarımadası. Aha, bəs hansı yarımkürəyə düşür? Şimal şərq. Şimal, qərb. 180 dərəcəlik meridianı Şimal kəsib şərq. gedir. Bəli. Qərbə keçir. Məsələn, 180 dərəcəni əgər keçirsə, demək olur artıq qərb. Bəs PI burnu hansı yarımada yerləşir? PI, Malakka yarımadasında yerləşir. bəli, Ölçü olaraq Malazya. bəli, Malayziyaya aid. Bəs hansı yarımkürədə yerləşir? Cənubda yerləşir müəllimə. Yox, yox. Şimal, Yox, şərq. şimal, şərq, Şərq. bəli. Aha. Roko burnu bəs? Şimal, qərbdə yerləşir. Yox, Ay, şimal-qərbdə yerləşir. Bəli, şimal iki qərbdə, dənə. bəli. Bax, Roko burnu ilə Dejnev burnu şimal-qərbdə yerləşir. Bəli. Teolyuski ilə Piyay burnu şimal-şərqdə yerləşir. Roko burnu Piriney yarımadasında yerləşir. Ölçü olaraq Portuqaliya məxsusdur.
Deməli, ucqar nöqtələrimizi vacibdir, yəni hansısa yerləşmək. Dedik ki, şimal ucqar nöqtəmiz Çelyuski, cənub ucqar nöqtəmiz Pi, şərq ucqar nöqtəmiz Dejinyov, qərb ucqar nöqtəmiz də Rokoburnu hesab olunur, düzdür. Bəs Avropanın ucqar nöqtələri hansılardır? Məsələn, Avropadan çıxan Məsələn, Asiyanı de görək. Bax, bura Asiyada, düzdür bu hissə. bəli, Asiyanın ucqar nöqtələrini de görək. Himalay dağları, Yox, yox. Şimalda Çelyuski burnu, Asiyanın hə, ucqar nöqtələri. Çelyuskin, bir də ki, Dejinyev, Cənubda Dejinyev hardadır? Şərqdə, qərbdə? qərbdə, Hə, qərbdə deyəcəksən ki, e, qərbdə? Yox, şərqdir bura, şərq. Şərq bəli, ucqar nöqtəsidir, amma ki, yarımküre olaraq şimal-qərbdə yerləşir. bəli, Mhm. Piyay burnu cənub ucqar nöqtəsidir. Deyəcəksən ki, şimal-şərq həmçüsündə yerləşir. Burada, bax bu hissədə, bura haradır? Kiçik Asiya, Türkiyə ərazisi, Anadolu yarımadasıdır. Bax bura. Burada deyəsən ki, Asiyanın baba burnu yerləşir. Baba burnu Kiçik Asiyada yerləşir. Ee, Avropanın ucqar nöqtələri burada Nording burnu var. Nording. Hansı yarımadaydı bu? Pələngə oxşadırdı özdə. Skandinaviya, Ay, sağ ol. Skandinaviya yarımadasında yerləşir Nording burnu. Sonra cənub ucqar nöqtəsi var idi. Mərakeş deyirdilər, Mərakeş. E, Yerləşirdi İspaniya ərazisində, Pirine yarımadasında. Qərb ucqar nöqtəsi Roko burnuydu. Pirine yarımadasında yerləşirdi. Ölkə olaraq Portuqaliya məxsus idi. Sonra Ural dağların, yəni digər şərq ucqar nöqtəsi isə Ural dağlarının şimal-şərqi Qütb Uralda deyilirdi. Yəni bunlar Avropanın ucqar nöqtələridir. Mənə deyə bilərsən ki, başqa görək nələrdən sən sual cavab eləyim. Ucqar nöqtələrindən danışdıq. Sonra Avropanın ən hündür zirvəsi haradır? Avropanın ən hündür nöqtəsi. Karpat, Qafqaz dağları, Qafqaz. Qafqaz dağları, bəli, Aha, ən hündür zirvəsi Elbrus. Elbrus. Elbrus, bəli, 5642 metr. Bəs ən alçaq nöqtəsi haradır? Xəzər sahili oval. Bax bu hissə ən alçaq bəli, nöqtəsi. Xəzər sahili dedikdə, yəni Xəzər sahilin çökəkliyi hesab olunur. Çünki biz demişdik ki, çökəkliklər dəniz səviyyəsindən aşağı olur. Yəni Xəzər sahili ərazilər dedikdə -27 metr. Məsələn, Xəzər dənizinin ən alçaq nöqtəsi -27 metrdir, alçaq hissədir. Qafqaz dağları, bax hündürlüklərini yadda saxla. Hansılarını deyirəmsə, mütləq onları yadda saxlamalısan. Demirəm ki, kitabdakıların hamısını əzbərlə. Ən hündür zirvəsi Qafqaz dağlarıdır. Yəni Qafqaz dağları zirvə olaraq Elbrusdur. 5642 metr. Ən alçaq nöqtəsi isə Xəzər sahilidir. -27 metrdir. Bəs ən böyük yarımadası hansı idi? Pələngə oxşayan. Skandinaviya, Skandinaviya yarımadası idi. Hay sağ ol. Skandinaviya yarımadasının ən düz zirvəsi? Yəni Skandinaviya dağlarının ən düz zirvəsi? Qalxa-Pigin. Qalxa-Pigin, bəli, Aha, 2469. Yenə deyirəm, nələri deyirəmsə, onları bir kənardan yaz ki, mən bunları öyrənməliyəm, sırf bu dağı öyrənməliyəm. Düzdür. Sonra, bəs ən böyük adası? ən böyük adası Böyük Britaniya, Ay, sağ ol, Böyük Britaniya, düzdür. Dedik ki, hansı işıqlanma qurşağında yerləşir? Bax, bu xətt var ya, bu görsən xəttlər var, bu qara xətt. bəli, Gördün? Bu şimal qütb deməkdir. Qeyd eləyəcəksən ki, bu yerləşir hansı işıqlama qurşağında? Bu hissə, bax bura şimal mülayimdir. Bu qara xəttdən yuxarı isə şimal qütbdür. Deyəsən iki işıqlama qurşağında yerləşir. Şimal mülayim və şimal qütb. Yəni ən çox ərazisini nə təşkil edir? Şimal mülayim. Aha. Yerləşdiyi yarımkürələr hansılardır bəs? Hansı yarımkürədə yerləşir? Bax bu xətt nə xəttdir? Bax bu qara xətt var, buranı kəsib. Düz xətt nə idi kəsən? Meridian idi, düzdür? bəli, mümkün. Aha, meridian kəsirsə deyirdik nə adlandırılırdı? Nə idi? Hansı yarımkürələrə bölünürdü? Sıfırıncı meridian? Şərq və Qərb, qərb. şərq, Ay, qərb, sağ bəli, ol. Görsən ekvator buranı kəsməyib. Ekvator bizim tənbölənimizdə bu xətt buranı kəsməyib.
Deməli, qeyd Bəli. ediləcək ki, Avropa qitəsi şərq və qərb və şimal yarımkürəsində yerləşir. İşıqlanma qurşağı olaraq da şimal mülayim, şimal qütb. Bəs sahillərini hansı okeanlar yuyur? Şimalda hansı okeanımız vardı bizim? Şimal Buzlu Okean, Ay, sağ ol. Bəs bu hissədə Atlantik okean. Atlantik Okean. Demək sahilləri neçə okean yuyur? İki okean. 2. Şimalda şimal buzlu, qərb hissəsində isə Atlantik okean düzdür. Deməli, şərq biz başqa Asiyadan da gəl danışaq. Bəs Asiyanın ən zirvəsi haraydı? Ümumiyyətlə dünyanın ən zirvəsi haradır? Yəni Asiyada yerləşir də bu dünyanın ən zirvəsi Asiyada yerləşir. Dünyanın ən zirvəsi Everest, Jomolungma, Himalay Everest, dağları. bəli. Mhm. Nepaldadır. Deməli, Himalay dağları dünyanın ən hündür zirvəsidir. Yer qabığının ən qalın olduğu yerdir. Məsələn, biz öyrənmişdik də yer qabığı haqqında ki, yer qabığının ən qalın hissəsi hardaydı? Demişdik ki, Himalay dağları idi. Himalay dağları dünyanın ən hündür dağı hesab olunur. Zirvəsi də Everest və Jomolungmadır. Hündürlüyü 8848 metrdir. Ay sağ ol. Bəs ən alçaq çökəkliyi haradır? Bəs ən alçaq yeri? Ən alçaq yeri biz qeyd edəcəyik ki, hansı hissədir? Ölü dəniz. Görsən Bəli, burada? Ölüdəniz. Ölü dəniz. Bəzən buna Quxor çökəkliyi də deyilir. Ha, yəni iki adla düşə bilər. Yəni onu da bir tərəfdən qeyd elə. Quxor çökəkliyi də düşə bilər Ölü dənizdə. Yəni Ölü dəniz çünki Quxor çökəkliyi yerləşir. Mənfi 405 metrdir. Bəzən 430 da verilir. Bəzən 405 də verilir. Sonra ən böyük yarımadası, yəni dünyanın da həmçinin bu yarımada həmçinin dünyanın da ən böyük yarımadasıdır. Həmçinin Asiyanın da ən böyük yarımadasıdır. Hansı yarımadaydı? Və demişdik ki, əvvəllər bu yarımada Lavrasiyanın, yox, Gondvananın tərkib hissəsi oldu. Sonra gəldi Ərəbistana, adını dedim mi? Ərəbistan yarımadasıdır ən böyük yarımadası. Bəli. Dünyanın da ən böyük yarımadası hesab olunur. Əvvəllər Gondvananın tərkib hissəsi idi. Mezozoyun sonu Kaynozoyun əvvəlində gəlib Avrasiya materiki ilə birləşdi. Sonra bəs ən böyük adası hansıdır? Kalimantan. Bareno adası da qeyd olunur. Bəs hansı işıqlanma qurşaqlarında yaşayır? Bax dedim bu qırıq-qırıq xətt nəyi bildirir? Bax yuxarıdakı. Şimal Qütb, Ay sağ ol. Bəs bu nəyi bildirəcək? Mülayimi. mülayim. Ay sağ ol. Bu da ekvatorda. Demək, bax bu hissə var ya, bax bura. Bura mülayimdir. Qütbdən, ekvatordan yuxarı isə tropikdir. Bax bu isə tropikdir. Şimal tropik, şimal mülayim, şimal qütb. Aydındır? Bəli. Demək üç işıqlanma qurşağında yerləşir. Amma Avropa iki işıqlanma qurşağıdır. Şimal mülayim, şimal qütb. Düzdür. Sonra başqa görüm. Deməli, bax bir də yadında saxla ki, bu dediyi yer kürəsinin ən dərin çökəkliyi Ölü dənizdir də. Ölü dəniz, Ölü gölə deyilir, Qoxor çökəkliyidir. -405-dir. Əslində ən dərin çökəklik Antarktika da yerləşir. Antarktika materikində Bentli çökəkliyidir. Sadəcə dərinliyi də ki, -2555 metrdir. Sadəcə niyə o Bentli götürmür? Səbəb odur ki, çünki Antarktika materiki bilsən də buz səthi ilə örtülür. Yəni bu buz Bəli. səthi nə zamansa əriyə bilər və bunun əriməsi nəticəsində həmin çökəklik dola bilər. Yəni bu çökəklik sonra nə çevriləcək? Gölə. Yəni ona görə də biz o Bentlini yəni ki biz ən dərin çökəklik kimi götürmürük. Ən dərin çökəklik kimi Qoxor çökəkliyini, yəni Ölü dənizi götürəcəyik. -405-dir. Bir də burada baxanda sən görürsən ki, Asiyanın sahillərini Şimal Buzlu Okean yuyur, düzdür? Bu hissədə Sakit Okean Bəli. yerləşir, Sakit Okean yuyur. Sonra bu hissədə Hind Okeanı yerləşir, Hind Okean yuyur. Bir də uşaqlarda sual qalır ki, ay müəllim, Atlantik Okean hardan gəlir buranı yuyur? Məsələn, deyirik, Atlantik Okeanda yuyur. Atlantik Okean deyəcəksən ki, hardan yuyur? Bax, bura Qara dənizdir. Burada Aralıq dənizdir, bu da Kiçik Asiya. Deyəcəksən ki, Atlantik Okean suları ilə sahilə yuyulur. Qara dəniz vasitəsilə, Aralıq dənizi vasitəsilə, bir də Kiçik Asiya vasitəsilə, yəni Kiçik Asiya yarımadası vasitəsilə. Aydındır? Bəli. Deməli, bir də İndi bir dənə bir sual verim. Dedik ki, Avrasiyanın şərq ucqar nöqtəsi var da, Dejnev. Çukot yarımadasında yerləşirdi. Bu şərq ucqar nöqtəsi hansı yarımkürədə yerləşdi? Hansı yarımkürədə? Qərb, Aysa şimal-qərb. Yəni Şimal qarışdırma. Qərb. Bəzi uşaqlar var ki,
Deyir şərqdə yerləşirsə, yəqin ki, şərq yarımkürəsində də yerləşir. Təbii fikirləşmirlər ki, bu 180 dərəcəni kəsib gedir. Yəni onun şərqi ilə qərbi, yəni şərq və qərb ucqar nöqtələri şimal qərb yarımkürəsində yerləşdi. Amma şimalla cənub ucqar nöqtəsi şimal və şərq yarımkürəsində yerləşdi. Düzdür. Sonra burada Avropa və Asiya arasında sərhəd rolu oynayan hissələr vardı. Hansı hissələr idi? Bu hansı dağ demişdik? Meridian istiqamətində uzanan qədim dağ. Şimaldan cənuba doğru uzanır. Ən hündür zirvəsi Narodniya. Hansı Ural. haqqında söhbət gedir? Ural dağı, Aysel. Deyəcəksən ki, Avropa və Asiya arasında sərhəd rolu oynayır. Ural dağları, Ural çayı, sonra Enba çayı, Xəzərin şimalı. Demişdik, Xəzərin şimalı həmçinin Avropanın ən dərin çökəkliyi idi. -27 metr. Xəzərin şimalı. Sonra Qafqaz dağları, ən hündür zirvəsi idi Avropanın. Sonra burada gələcəyik. Nə var idi burada? Azov dənizi, Kerç boğazı. Düzdür? Bu isə Bəli. Qara dəniz. Qara dənizdən sonra gəlir Bosfor boğazı. Bosfor boğazından sonra Mərmərə dənizi, sonra Dardelen boğazı, sonra da Egey dənizi, bu isə olacaq Aralıq dənizi. Yəni bu Avropa və Asiya arasında sərhədlərdir. Atmışdım sərhədlərdə. Demək ki, bundan başqa burada boğaz var, bərzəx var, kanal anlayışı var. Boğaz nədir? Boğaz qeyd edəcəksən ki, nə kimi rol oynayır? Məsələn, burada Bering boğazı var. Fikir versən burada bax bura kimi var, qırmızı nöqtəyə kimi. Qırmızı nöqtəyə kimi. O hissə Avrasiyadır. Uca burada olan yaşıl kimi rənglər var. O Şimali Amerikadır. Avrasiya ilə Şimali Amerikanı ayıran boğaz Bering boğazıdır. Bering boğazı da ayırır deyəsən ki, Avrasiya materikini, yəni Asiyada verilə bilər, Avrasiyada verilə bilər. Onsa bu isə Asiyadır. Avrasiya ilə Şimali Amerikanı ayıran boğaz Bering boğazıdır. Həmçinin orada Bering dənizi var. Bering dənizi qeyd edəcəksən ki, həm Şimali Amerikanın, həm də Avrasiyanın sahillərini yuyur. Bundan başqa burada boğazlar çoxdur. Məsələn, Afrika ilə Avrasiyanı ayıran boğazlar var. Burada Cəbəl Tariq boğazı vardı. Sonra Aralıq dənizi ayırır. Sonra Tunis boğazı ayırır. Sonra burada Süveyş boğazı ayırır. Süveyş kanalda ayırır, boğaz da ayırır. Süveyş kanalı, Süveyş boğazı derlər. Sonra burada Qırmızı dəniz var. Sonra burada Bəbil Əlməndab boğazı var. Sonra Ədən körfəzi var. Bunları ki Afrikanı Avrasiya materikindən ayırır. Ayıran boğazlardır. Amma Süveyş bərzəxi birləşdirir. Bax bu hissədə Süveyş bərzəxi var ki, Afrikanı, Avrasiyanı birləşdirir. Amma Süveyş kanalı ayırır. Yəni kanal ayırır, bərzəx birləşdirir. Sonra bu hissələri qeyd elədik. Bundan başqa heç nə deyəcəksən ki, Ptolemey və Strabona görə, sonra 1964-cü ildə London Beynəlxalq Konfransının konqresində qəbul olmuş qərara görə nə demişdilər onlar? Bax bu hissələrdən demişlər ki, Ural dağlarından, Ural, Xəzərin şimalında, bax Xəzərin şimalı bir hissədir. Kumamanç çökəkliyindən, Azov dənizindən, Kerç boğazı. Yəni ki, sərhəd rolu oynayıb. Amma indiki məlumatlara görə bunu həm Strabonda irəli sürmüşdü, həm də ki 1964-cü ildə Londonun Beynəlxalq Coğrafi Konqresində qəbul olmuş qərarına görə də belə idi ki, Ural dağları, Xəzərin şimalı, Kumamanç çökəkliyi, Kerç boğazı və Azov dənizi demişdik ki, Avropa ilə Asiya arasında sərhəd rol oynayır. Amma 2015-ci ildə Rusiya və Qazaxıstan Azərbaycan coğrafiyasının Beynəlxalq Coğrafi İttifaqının təklifinə görə bu dəyişilmişdi. Yəni onlar nə təklif edirdilər? Təklif edirdilər ki, bu daha şərqdən keçir. Yəni ki, məsələn biz burada qeyd edəcəyik ki, Bakının, bax, bura bilirsən Azərbaycan xəritəsidir. Bakının bir Bəli. hissəsi, Quba Xaçmaz, sonra qeyd edəcəyik ki, Qafqaz silsiləsindən keçərək Taman yarımadasına qədər nə edirdi? Uzanırdı get-gedə. Yəni bu isə indiki fikirlərdir ki, yəni Avropa və Asiya arasında sərhəd rolu oynayan bunlardır. Sonra başqa biz nədən danışacağıq? Başqa heç nə. Gəl biz buranın adalarından danışaq. Deməli dedik ki, Avropanın ən böyük adası hansıdaydı? Skandinaviya. Böyük Yo, ada. Britaniya, Britaniya. Böyük Britaniya. Ay sağ ol.
Skandinaviya yarımadası, ən böyük yarımadası Skandinaviya idi. Ən böyük adası Böyük Britaniya idi. Ən böyük dağı Qafqaz dağları idi. Zirvəsi Elbrus idi. Ən aşağı çökəkliyi isə dedi ki, Xəzər sahili çökəkliyi adlandırılırdı. Bunları daha da aydınlaşdırarıq. İndi mən sənə biraz da sınaq verəcəm. Onu işləyərsən. Başqa heç nə Asiya haqqında da danışdıq. Asiyanın da dedi ki, ən böyük yarımadası Ərəbistandır. Ən böyük adası e, haraydı? Ən böyük Necə adası. müəllimə? Ən böyük Ən adası böyük adası Kalimantan. Kalimantan. Aha, ən hündür zirvəsi Himalay dağları, Everest idi. Sonra ən çökək yeri dedik Ölü dəniz idi, Öydəniz. mənfi 405. Ay sağ ol. Yəni bunlara əsas diqqət yetirmək lazımdır. Vulkanlar heç bunlar yəqin ki oxumusan, hansı vulkanlar var deyə bu hissədə bilirsən. Şimali Amerika haqqında da gəl qısa bir məlumat danışaq. Şimali Amerika dedik ki, sahəsi 24 min kvadrat kilometrdir. Deməli, sahəsinə görə üçüncü böyük materikdir. Yəni ən böyük Avrasiyadır. Daha sonra Afrikadır. Daha sonra da Şimali Amerikadır. Deməli, ən hündür zirvəsi McKinley'dir. Bax Makkinli. burada yerləşir. Bax bu hissədə. 6194 metrdə Denali. Yəni bu Kodler Bəli. dağlarının ən düz zirvəsidir. Ən alçaq nöqtəsi Ölüm dərəsidir. Mənfi 86-dır. Yerləşdiyi yarımkürələr şimal və qərbdə yerləşir. Niyə? Çünki onun nə ekvator kəsmir, nə də Greenwich kəsmir. Şimaldan qərbdə yerləşir. Yerləşdiyi işıqlanma qurşağı tropik, qütb və mülayimdir. Bilirsən də bunlar şimal tropikdə yerləşir. Şimal qütbdə şimal mülayim. Bax, bu xətt nəyin xətt idi? Şimal qütbün. Bu isə şimal mülayim, bu isə olacaq şimal tropik. Sonra deyir sahillərini yuan okeanlar. Şimalda şimal buzluydu. Qərb hissəsində Sakit okean, şərq hissəsində də Atlantik okeanı qeyd etmişdik. Və ucqar nöqtələri onsuz da bilirik ki, bu hissədə şimalda Murchison burnuydu. Bute yarımadasının Bəli, yerləşdiyi Meçisən. Kanada. Aha, cənubunda Mariotto, Panama. Panama Madrid. bərzaxı Bəli. eşitmisən də yəqin ki, Şimali Amerika ilə Cənubi Amerikanı bir-birindən ə, ayıran Ayrı. Bəli. Panama kanalı ayırırdı, Panama bərzaxı birləşdirirdi. Bərzax birləşdirir həmişə. Şərqində Saint Charles'dir, Labrador yarımadasında yerləşir, Kanadaya aiddir. Ən böyük yarımadası bilirsən də Labrador yarımadasıdır. Sonra qərb hissəsində isə Ural şəhzadəsi idi. ABŞ məhsuludur, Alaska ştatında yerləşirdi. Yəni burada oxumusansa bunlar sənin üçün asan olacaq. İndi keçək sınavımızı işləməyə. Yəni əsas hissələri tam qeyd edə bilmədim vaxt qısalığına görə. Sadəcə təkrar eləmək istədim.